Hər səhər yuxudan oyananda bir ədəd mixək yesən, sənə necə kömək eləyər, sənə nə faydaları var, bunu bilirdinmi? Bilmirdinsə, mixəyin min bir dərdin dərmanı olduğunu indi sənə izah eləyəcəm. Videonun sona qədər izləməyi, ekranın kənarında olan ağ ürəyi qızartmağı və plus işarəsinə toxunmağı yaddan çıxartma. Deməli, hər səhər yuxudan oyananda bir ədəd mixək yesə, sizə necə təsir göstərəcək indi deyirəm. Əgər qaraciyər piylənməsi varsa, bu piylənməni aradan qaldırmağa kömək eləyir. Boğazda ağrı varsa, anginadan əziyyət çəkirsinizsə, daha sonra bəlğəmli öskürək, bronxitdən əziyyət çəkirsinizsə, immunitetiniz aşağıdırsa, sümüklərinizdə tez-tez ağrı, səslər olursa, bu səsləri aradan qaldırmağa, yəni sümükləri möhkəmləndirməyə kömək eləyir. Daha sonra dərini cavanlaşdırır. Qadınlarda bəzi xəstəliklər var ki, bu xəstəlikləri aradan qaldırmağa kömək eləyir. Kişilərdə potensiyanı daha da artırır. Bundan əlavə, xərçəngdən və bədxassəli şişkinlikdən əziyyət çəkən insanlar varsa, bunlar da bir ədəd mixək yeməsi onlara daha da faydalı olacaq, xəstəliklərinin tez bir zamanda sağalmasına kömək eləyəcək. Kimlərə olmaz, hamilə qadınlara və daha yüksək təzyiqli olan insanlara tövsiyə olunmur ki, istifadə etsinlər. Bundan başqa digər insanlar rahatlıqla istifadə edə bilər. Marketlərdə 3-4 manata satılır, aldığınız mixək isə sizə 3-4 ay rahatlıqla satacaq. Yəni hər səhər bir ədəd ac qarnına birini qəbul etsəz, sağladığım faydalardan yararlana bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı yaddan çıxartmayın. Sağ olun, salamat qalın.